Deməli, mən baxıram 25-ci sualın izahına. 25-ci sualda deyir ki, cismi yer səthindən hansı hündürlüyə qaldırmaq lazımdır ki, sərbəst düşmə təcili 3 dəfə azalsın. Burada biz bu düsturdan istifadə edəcəyik. GH bölünsün G0 bərabərdir. R bölünsün R plus H-ın mötərizə kvadratı. Deməli, burada təcili 3 dəfə azalsın deyirsə, GH bərabərdir. G0 bölünsün 3 olar. GH-ın yerinə G0 bölünsün 3 yazıram. Bunlar gedir, G0'lar gedir. Yerində qalır 3'də 1. Mən də bilirəm ki, bunu mötərizədən azad eləmək üçün birinci ifadənin kök altına almalıyam. Ona görə birinci ifadənin kök altına alıram. Burada qalır R bölünsün R plus H. Kök altında indi bunları çarpaz vururam. Kök altında 3R bərabərdir R plus H. Buradan da H bərabərdir. Kök altında 3 R çıxılsın R. R'i də mötərizə xaricinə çıxartsam, kök altında 3 çıxılsın 1 qalar. Cavabımız A variantı. Deməli, keçirəm 45-ci sual. Deyir, kütləsi yerin kütləsindən 8 dəfə, radiusu isə 4 dəfə böyük olan planetin səthində sərbəst düşmə təcilini hesablayın. Deməli, bizə nə verir? Deyir, kütləsi yerin kütləsindən 8 dəfə. Kütləsi, yəni M planet bərabərdir 8 M yerə. Radiusu isə 4 dəfə. Yəni R planet bərabərdir 4 R yerə. Buradan bizə nə istəyir? Planetin səthində sərbəst düşmə təcili. Deməli, bizdən J planet istəyir. J planet bərabərdir suala. GH isə verib. GH bizə verib. Daha doğrusu J yeri bizə verib. 10 verib J yeri bizə. Bunu yazıram. J yer bərabərdir 10'a. İndi bunların asıllığını qururum. Mən bu düsturdan bilirəm ki, J-M bölünsün R kvadratı. Bu J M-lə düzmü tənasibdir, amma R-lə kvadratik tərs mütənasibdir. Bir dəqiqə. Bəli. İndi bu düsturdan bilirəm ki, J M-lə düzmü tənasibdir, R-lə kvadratik tərs mütənasibdir. İndi mən baxıram bunların asıllığına. J planet bölünsün J yer bərabərdir. M-lə asıllığına baxsam düz asılıdır. M planet bölünsün M yer vurulsun. İndi R-lə asıllığına baxanda tərs asılıdır. R yer bölünsün R planet. Amma necə tərs? Kvadratik tərs. Ona görə bunu kvadrat alırım. Deməli, bunların yerinə qoyub yazıram. İndi burada nə yazıram? Biz JP'nin yerinə nəsə tapmışıq mı? Yox, elə axtarışda olan JP'dir. Ona görə olduğu kimi saxlayıram. J yerin yerinə 10 tapmışıq. Yazıram 10 bərabərdir. MP'nin yerinə 8 M yer. M yerdə olduğu kimi qalır. Buradan M yerlər gedir, qalır 8. 10 da vurulsun. R yerimizi tapmamışıq, olduğu kimi qalır. Amma RP 4 R yerdir. Bunun da kvadratı. R yerlər buradan gedir, qalır 4'də 1. O da eləyir 4'də 1'in kvadratı. O da bizə verəcək 16'da 1. Deməli, burada nə qaldı? Bizdə qaldı JP bölünsün 10 bərabərdir 8 vurulsun. Bunu da açanda 16'da 1. Oradan da 16 ilə 8 getdi. Burada qaldı 2'də 1. Deməli, 10 JP bölünsün 10 bərabərdir 2'də 1'ə. Buradan yazaq. JP bölünsün 10 bərabərdir 2'də 1'ə. 2 JP də bərabərdir 10'a. JP də bərabərdir 10 bölünsün 2, yəni 5'ə. Deməli, 45'də düzgün variant B variantı. Yəni 5. İndi baxıram 50-ci suala. 50-ci sualda bizə nə deyir? 50-ci sualda deyir ki, yer səthində sərbəst düşmə təcilinin qiymətini 9.6
qəbul edərək yer səthində h bərabərdir 3r hündürlükdə onun qiymətini hesablayın. Deməli, bizə deyir yer səthində sərbəst düşmə təcilinin qiyməti. Onda biz yer səthində deyirsə J0 bərabər olar 9.6-ya. H da bərabərdir 3-ə. 3r-ə. Bu düsturdan istifadə edirik. Yenə JH bölünsün J0 bərabərdir R bölünsün R plus H mötərizə kvadratı. Deməli, burada J0-ın yerinə 9.6 yazsaq, JH bölünsün 9.6. Buradan da H-ın yerinə 3R yazsaq, yəni R plus 3R o da 4R. 4R. Buradan da R'lər gedir. Onun da kvadratı o da eləyir 16'da 1. Buradan da JH bölünsün 9'da 6, daha doğrusu 9.6. O da bərabərdir 16'da 1'ə. Buradan da biz tapsaq JH-ı 16. JH bərabərdir 9.6-ya. JH da bərabərdir 9.6 bölünsün 16'ya. 9.6'yı da 16'ya böləndə eləyir 0.6. Deməli, cavabımız oldu D variantı. İndi isə keçirəm axırıncı sual, yəni 57-ci suala. 57-ci sualda bizdən uyğunluğu müəyyən etməyimizi istəyir. Deməli, biz baxırıq qrafikə. Grafikdə baxırıq ki, H1 J0 bölünsün 9. Sonra H2 J0 bölünsün 16'dır. H3'də isə J0 bölünsün 25'dir. İndi H1, H2, H3 bunlar bizim H-ımızdır. Bunlar isə bu qıraqda duranlar isə JH-ımızdır. İndi, yəni burada bizə onu demək istəyir ki, buradan JH-ın yerinə bunları qoyacaq birinci. Yəni, məsələn, birinci burada yerinə olacaq H, burada da JH-ın yerinə olacaq J0 bölünsün 9. Yazaq. Birinci düsturumuzu yazırıq. JH bölünsün J0 bərabərdir R bölünsün R plus H-ın mötərizə kvadratı. İndi bu düsturumuzda olduğu kimi qalır. Birincidə gördüyümüz kimi JH-ın yerinə yazırıq. J0 bölünsün 9. Burada J0'da olduğu kimi yazırıq. Bunlar getdi, qaldı 9'da 1. Bilirik ki, bunu mötərizədən azad etmək üçün birincinin kök altına almaq lazımdır. O da eləyəcək R bölünsün R plus H. Burada da qalacaq 3'də 1. Kök altından çıxardığında qalacaq 3'də 1. Deməli, 3'də 1 bərabərdir R bölünsün R plus H. Buradan da 3R bərabərdir R plus H-a. H da bərabərdir 3R çıxılsın R, yəni 2R-ə. H1'i tapdıq ki, yerin radiusunun 2 mislinə bərabərdir. Deməli, A variantı. Birinci olur A variantı. 2, 3. İndi tapaq 2 ilə 3. Düsturumuz qalsın. 2 ilə 3 tapanda. İndi bizə burada nə deyir? İkincidə deyir ki, H-ımız H-dır. Yenə JH-ımızda J0 bölünsün 16'dır. İndi JH-ın yerinə yazırıq. J0 bölünsün 16. J0'da olduğu kimi qalır. Bunlar gedir. Qalır 16'da 1. Ondan da kök alsam eləyir 4'də 1. Bərabərdir. Onu da mötərizədən çıxardıram. R bölünsün R plus H. 4R də bərabər olur R plus H-a. H da bərabər olur 4R çıxılsın R, yəni 3R-ə. Bu da bizim H2'miz idi. H2'də deməli 3 mislinə bərabər olar Y variantı. 2-də Y variantı. İndi baxıram 3-cüyə. 3-cüdə nə deyir? 3-cüdə J0 bölünsün 25 qoymalıyam JH-ın yerinə. Yazıram J0 bölünsün 25. J0'da olduğu kimi yazıram. Bərabərdir 25'də 1 kök alsam olur 5'də 1. Bərabərdir R bölünsün R plus H-a. 5R bərabərdir R plus H-a. H da bərabərdir 5R çıxılsın R 4R. H3 də bərabərdir 4R, yəni 4 mislinə bərabərdir. Yerin radiusunun 4 mislinə bərabər hündürlükdədir. Üçüncü isə C variantı olur.
Tüm misalların izahı buydu. Bu qədər.